Salam dostlar. Bugün mayın 31-i 2025-ci il. Deməli may ayı bitib və o demək ki, aylıq təhlilin zamanıdır. Gördüyünüz kimi bu nefti, neft Brent markalı neftin deməli aylıq qrafikdir. Biz nəyi müşahidə edirik? Deməli aprel ayında biz böyük bir eniş müşahidə etdik. 58 dolara qədər neftin qiyməti ucuzlaşdı. May ayında biz o qədər də aktivlik müşahidə etmədik. Gördüyünüz kimi qiymət 66-59 aralığında dəyişdi və demək olar ki, traderlər tərəfindən o qədər də aktiv deməli trading olmadı. Deməli belə bir konfigurasiyada bizim iki ssenariyimiz mövcuddur. Növbəti həftələrdə, növbəti aylarda deməli neftin qiyməti əgər 58 dollar qiymətini qırarsa, növbəti hədəf 46 dollar ola bilər və yaxud da qıra bilməzsə, deməli aylıq korreksiya başlaya bilər və 72 dollara qədər bahalaşa bilər. Bu 72 dollar, 58 və 46 dollar səviyyələri bu çox möhkəm, çox belə key levellərdir. Yəni key levellər sayılır. Ona görə hər şey bundan asılıdır. Növbəti həftələrdə hansı istiqamətdə gedəcəyi barəsində biz müşahidə edəcəyik. Əgər bir şey nəzərinizə çatdırmaq istəyirəm ki, deməli RSI-yə baxdığımız zaman, RSI yəni bildiyiniz kimi bu relative strength indeksdir. Yəni normalda bu necə istifadə olunur? Gördüyünüz kimi RSI, yəni burada overbought, bir də oversold deməli səviyyələri var. Əgər yəni ki nəzərimizə salsaq, axırıncı dəfə bu səviyyə deməli bu RSI çatıb və sonra nə baş verib ona baxsaq, biz onu görə bilərik ki, bu pandemiya vaxtı deməli overbought səviyyəsinə oversold səviyyəsinə çatmış, yəni 30-u qırmış və bundan sonra biz tendensiyanın dəyişdiyini müşahidə edə bilərik. Və yaxud da 70 səviyyəsinə deməli 2022-ci ildə çatmış və bundan sonra bir neçə aydan sonra əsasən də deməli iyun çatıb deməli may ayında və iyun ayında artıq biz tendensiyanın dəyişdiyini müşahidə etdik. May ayı üçün, yəni bugünkü üçün biz onu görə bilərik ki, RSI deməli oversold səviyyəsinə çatır, yəni 30 səviyyəsinə çatır, amma tam buna çatmayıb. O demək ki, əgər növbəti həftələrdə, növbəti aylarda deməli qiymət tendensiya, yəni satış tendensiyası davam etsə, böyük ehtimal onun hədəfi 46 dollar olacaq və böyük ehtimal RSI səviyyəsi gəlib oversold deməli səviyyəsinə çatacaq. Və bundan sonra biz deməli tendensiyanın dəyişməsini gözləyə bilərik. Amma biz hələ ki onu deyə bilməliyik, çünki biz o səviyyəyə çatmamışıq. Əgər deməli növbəti weekly, həftəlik qrafika baxası olsaq, yəni biz o qədər də bizə məlumat vermir. Bu ona görə mən birbaşa keçirəm gündəlik. Gündəlik deməli gündəlik qrafik bizə nə deyir? Gündəlik qrafika nəzərə salsaq, bizə deməli satış tendensiyasını gördüyünüz kimi, yəni bu haylar getdikcə deməli yeni hay olmayıb. Ona görə bu ümumi satış tendensiyasının deməli satış tendensiyasının siqnalıdır və 27 mayda çəkdiyim videoda mən qiymətin ucuzlaşmasını proqnoz etmişdim və gördüyünüz kimi bu baş verdi və mənim fikrimcə bu növbəti ola bilsin iyun ayının əvvəlləri deməli bu tendensiya davam edə bilər, amma hansı səviyyəyə qədər onu demək mümkün deyil. Amma ehtimal olaraq biz onu ehtimal edə bilərik ki, qiymət ucuzlaşmağa davam edəcək. Amma əgər davam edərək 58 dollar qiymətini aşağı qırsa və onun altında möhkəmlənsə, biz
bundan əvvəl dediyim kimi $46 səviyyəsinə qədər qiymət ucuzlaşa bilər. Bu qədər. Əgər başqa fikriniz varsa dostlar, şərhdə qeyd eləyin. Videonun şərhində kommentlərdə yazın. Mənə də çox maraqlıdır sizin fikriniz və bir yerdə bu təhlili, yəni ki, bir yerdə müzakirə edək və hansı istiqamətdə ticarət etməyimizi bir yerdə təyin edək. Hal-hazırda, yəni mənim neftdə mən satış istiqamətində açmışam öz pozisiyamı və ən azı $58 qədər mən qiymətin düşməsini gözləyirəm. Sonra da baxacağam. Əgər qiymət $58-dan deməli yuxarı qalxsa, yəni şey deyirlər də ona, $58 dəyib qayıtsa, mən treydimi bağlayıb növbəti siqnalı gözləyəcəm. Abunə olun kanalıma, özünüzə yaxşı baxın. Təşəkkür edirəm sizə.